Bizim retro musiqi bölməmiz var. Ötən illərdə səslənən musiqilər elə Günoğurla verilişində səslənirik. Qonaqlarımız da tapırlar ki, onu ifa edən kimdir. Əslində bu mahnıları səsləndirməkdə məqsədimiz odur ki, indiki gənclərimizin musiqi zövqü formalaşsın, maariflənsinlər, belə zövqlü musiqilər dinləsinlər. Biz ilk musiqimizi səsləndirək, daha sonra qonaqlarımız tapacaq ki, onu ifa edən kimdir. Söz tapmadıq danışaq, dindi qatar astaca, səni məndən ayırar. İndi qatar astaca, qanadımı sevgili, heç bilmədik ayrılıq, qovub haqlayar bizi. Gəlib çatar astaca, hələ çox göynəyəcək həsrətin yeri. Bir gün gedən qatarlar dönəcək geri. Çox göynəyəcək həsrətin yeri. Bir gün gedən qatarlar dönəcək geri. İkisi oxuyurdular. Hüseyin. Yox, Hüseynlə oxuyurdu. O Sankt-Peterburqdan gəlib. Əvvəla Allah Flora xanıma can sağlığı versin. Bizim canlı əfsanəmiz. Gözəl insan. Tofiq oxuyur. Hə. Bunu Elxan Əhədzadə ilə də oxuyub Flora xanım. Bir də Cəfər Behbudovla da duetləri var. Onun klipi də var. Sizcə hansıdır? Elxan Əhədzadə. Bəli. Düz dedik, gördük. Amma sinə səsi yoxdur heç. Sinə axı baritonla onun səsi. Söz tapmadıq danışaq, dindi qatar astaca, səni məndən ayırar. İndi qatar astaca, qanadımı sevgili, heç bilmədik ayrılıq, qovub haqlayar bizi. Gəlib çatar astaca, hələ çox göynəyəcək həsrətin yeri. Bir gün gedən qatarlar dönəcək geri. Çox göynəyəcək həsrətin yeri. Bir gün gedən qatarlar dönəcək geri. Burada günəş parlayır, sənsiz istisi yoxdur. Burada yağış başlayır, sənsiz kəstisi yoxdur. Sənsiz keçir Mən onu deyirəm. Malaci. O niveau bariton. Buyurun. Həmişə sinədə səslənir axı səsi. Ona görə deyim, mən birinci eşitdim belə oxuduğunu Elxanın. Niye o da onun sesine göre yəqin oxuyub. Bəli, növbəti ifanı təqdim edək. Beyində oxudu. Diqqətlə qulaq asın. Göy çəmənlər birdən-birə saralmır. Qara saçı birdən-birə qaralmır. Bəyaz günlər birdən-birə qaralmır. Bəyaz günlər birdən-birə qaralmır. Unut dedim, ah necə unutdum. Həmişə cavan Zeynallı. Biz də salamlayırıq O Cavan sesini bəyə. tanımamaq olmaz. Görüntüyə baxaq. Göy çəmənlər birdən-birə saralmır. Qara saçı birdən-birə qaralmır. Bəyaz günlər birdən-birə qaralmır. Allah can sağlığı versin Cavan Zeynallıya. Növbəti ifanı təqdim edək. Sən yox dedin, mən eşitdim gözəl qız. Eşitməyən bunu yalnız ürəkdir. Baxışından qar yağmasın üstünə. Baxışından qar yağmasın üstünə. Eşqim axı təzə açmış çiçəkdir. Buyurun. Zaur Zayevdir da. Bu vokal təhsil alıb konservatoriyada. Əvvəl xalq musiqiləri ifa edirdi. Sonra dəyişdi, keçdi vokala.
Səs tembri bilinir də, oxuyan kimi bilinir. Allah can sağlığı versin Zaur bəyə. Can Görüntüyə sağlıq. baxaq. Sen yok dedin, ben eşittim güzel kız. Eşitmeyen bunu yalnız yürektir. Bakışından kar yağmasın üstüne. Bakışından kar yağmasın üstüne. Düşküm akıp təzə açmış çiçəkdir. Allah Zaur müəllimə can sağlığı versin. Elə bir gün can layihəmizə çəkmişdik. Çox möhtəşəm bir veriliş alınmışdı. Allah sizi qorusun. Növbəti ifa. Yollar sənə çatmır uzanıb gedir Səni görmək üçün ürəyim gedir Gözlə, gözlə məni, gözlə mən gəlirəm yar Əsən gəllər məni saxlaya bilməz Coşan sellər məni saxlaya bilməz Gözlə, gözlə məni, gözlə mən gəlirəm yar Polismen saklama beni Yarın beni gözlerin kaytar açarları Sevmemişsen sen Çelikime benden Bağlamaz sevgi yolları Polismen saklama beni Yarın beni gözlerin Burada oxuyurdu da. Buyurun. Ha, bu Karvan qrupu musiqisi Mikhail Vəkilovun və sözləri Faruk Malik. Polismen oxuyurdu, Yevgeniy Baktın Karvan qrupu. Deyəsən 86-cı il. Görüntüyə baxaq. Yollar sənə çatmır uzanıb gedir Səni görmək üçün ürəyim gedir Gözlə, gözlə məni, gözlə mən gəlirəm yar Əsən gəllər məni saxlaya bilməz Coşan sellər məni saxlaya bilməz Gözlə, gözlə məni, gözlə mən gəlirəm yar Polismen saklama beni Yarın beni gözlerin kaytar açarları Sevmemişsen sen Çelikime benden Bağlamaz sevgi yolları Polismen Növbəti ifa. Hara tələsir qatar Kaş ki uzamaydı bu yollar Bu yollar, bu yollar Ümit dolu bu yollar Apar bizi, eşkimizi uzaklara apar bizi, eşkimizi uzaklara apar Tuk tuk tekerlerin nəğməsi Xədicə Abbasova, gözəl müğənnimiz. Onun sesindən tanınır. Bilirsiniz necədir? Bax, qabaqki oxuyanlar bizim pokoleniya. Səslərimiz fərqlidir, seçilir. Ha, seçilir. Amma indikilərin tembrləri eynidir. Bax, belə bizimkilərə qulaq asandırlar. Bilirsən nə üçün? Bilirsən ki, bu kimin Səsləri sesidir. ilə oxumurlar ona görə. Səslərini oxumurlar. O qədər ora müdaxilə olunur ki, o səslərə nə bilim. Ona görə də oxşayıram. Xədicə Bəli, Abbasova. Xədicə xanım da salamlayırıq. Allah can sağlığı versin. Mən Xədicə xanımın xətrini çox istəyirəm. İllər öncə bizim müsahibəmiz də olmuşdu. Xədicə xanım, tezliklə sizə günə uğurla verişində gözləyirəm. Görüntüyə baxaq. Hara tələsir qatar Kaş ki uzamaydı bu yollar Bu yollar, bu yollar Ümit dolu bu yollar Apar bizi, eşkimizi
Və növbəti ifa. Kalbimden ürkülenir fezeve bana. Benim sese gülüm benim de bu dünyada. Güzellerin içinde sen amadan neredesin? Çiçekler mi güzeldir yoksa sen mi güzelsin? Güzellerin içinde sen amadan neredesin? Çiçekler mi güzeldir yoksa sen mi güzelsin? Bunu tanımama mümkündür. Sevil Vokal İnstrumental Ansamblıdır. Rəhmətli Vaqif Mustafazadənin rəhbərliyi altında. Bəli. Mən onu da əlavə eləyim. Həmən o kvartetdə Rəna. Bəli, bəli. Oranın solistlərindən biri idi. İndi hal-hazır neçə ildir o özü Sevil Vokal ansamblı yaradıb. Belə. İndi var Sevil ansamblı. Var, hə. Və xanımlardan da biri Şəhbəli xalq var. artistimiz Brilliant Adaşovanın bacısıdır o Yox. qrupda. O qrupda, o sastavda, hə, indi Bəli. yox. Sədaqət. Bəli. Mən elə o illərdən Allah rəhmət etsin Vaqiflə biz tez-tez görüşürdük. Astavedə, belə verilişlərdə. Sədaqət bəli. İlk solistlərindən Elza. Vaqifin yoldaşı Həyat Elza. yoldaşı. Görüntüyə baxaq. Kalbimden ürkülenir fezeve bana. Benim sese gülüm benim de bu dünyada. Güzellerin içinde sen amadan neredesin? Çiçekler mi güzeldir yoksa sen mi güzelsin? Güzellerin içinde sen amadan neredesin? Çiçekler mi güzeldir yoksa sen mi güzelsin? Super. Bəli, adam istəmir ki, heç bu cür musiqilər Musiqiyə səslənmə, valla adamın Bitsin. görəsi yaxşı ki, bunları biz eşitmişik. bəli. Növbəti ifa. Güneş sönse alem söner, yere göğe zulmet eder. Ümit sönse ömür biter, yerden göğe ümit yaşlar. Ümid eken yüreklerde zarif zarif çiçeklerde ümidi dağlar aşar, yerden göğe ümit yaşar. Ümid eken yüreklerde zarif zarif çiçekler. Şevdə xanım Allah çox rəhmət işləyib. eləsin. Səməd Səmədovu. Valla mən hər dəfə onun ifasını işləndə özümdən asılı olmayaraq çox kövrəlirəm. Çünki 15 il az müddət deyil, 15 il biz bərabər işləmişik. Belə ən çox xanımlardan oynan işbirliyi mən olub, işbirliyimiz. Allah rəhmət eləsin. Allah rəhmət Çox eləsin. gözəl insan idi. Çox. Özünə məxsus olan çox gözəl mahnıları Bəli. da var idi, musiqiləri var idi. Sevilirdi Pozitiv də. insan idi o da. Görüntüyə baxaq. Güneş sönse alem söner, yere göğe zulmet eder. Ümit sönse ömür biter, yerden göğe ümit yaşlar. Ümit eken yüreklerde zarif zarif çiçeklerde ümidi dağlar aşar, yerden göğe ümit yaşar. Ümid eken yürekler. Allah rəhmət eləsin Səməd Səmədova. Mənim də elə Səməd Səmədovla işbirliyimdə olub illər öncə. Allah rəhmət eləsin. Növbəti ifanı təqdim edək. Benim ilk ordum sen oldun ya. Bir bağ sen oldun ömrümün akarı, şimşeği çakarı, buludu tufanı. Bir bağ sen oldun gönlümün cumanı, mizrabı kamanı, feryadı amanı. Ne koymuş etibarın ya. Təbii hamımız o Yalçınzadə.
Allah rəhmət öz eləsin. ifası ilə, Özünə məxsus olan özü seçilən, sevilən mən özüm. Rühəngiz xanımın ən çox sevdiyi sənətkarlardandır. Mən onu doğrudan bir doğma əziz insan kimi, çünki gözəl insan idi, şəxsiyyət idi. Onu necə istəməmək olar? Allah ona qəni-qəni rəhmət eləsin. Allah Amin, onun amin. balalarına can sağlığı versin. Həyat yoldaşı Mina xanım. Oğlu da müğənnidir. Bəli. Oğludur. Oğlu Biz Yalçın Mətin. müəllimlə neçə illər bir yerdə çalışmışıq universitetdə. Estrada sənəti, caz pop musiqisində bir yerdə işləmişik. Bəli, bu cür sənətkarları unutmaq olmaz. Görüntüyə baxaq. Benim ilk ordum sen oldun ya. Bir bağ sen oldun ömrümün akarı, şimşeği çakarı, buludu tufanı hey. Bir bağ sen oldun gönlümün cumanı, mizrabı kamanı, feryadı amanı hey. Şey də oxudu, Zavur da oxudu. Allah rəhmət eləsin. O həmişə deyir ki, mən səhnədə özümlə yenə deyələ, yəni tapşıracağım da, yəni özümdə. Yəni, Aktyorluğu da çox Ha, gözəl bəli, idi, bəli. istedadlı elə idi. səhnədə də. Allah rəhmət eləsin. Görüntüyə baxaq. Nargile tuttum şirin dile dedim gele dinleye canan dedi bile sevirem 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 yok 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 yadan ilen alın başına dolanım durulum bulanım ay güzel yadan ilen alın başına pırlanım durulum bulanım ay güzel neçe gündür inan yatabilmirəm Vəslinə canan çatabilmirəm Neyləyim, kimə söyləyim bu dərdi Elə yox yox deyim, danışım gülməyim Dərdini bilməyim, ay güzel güz Qadan mən alım, başına dolanım Durumu bulanım, ay güz, ay güz Allah rəhmət eləsin. Bax, bu cür sənətkarları biz tez-tez yad eləməliyik. Siz böyük savab qazanırsınız. Çox, çox. Lazımdır bu gənc nəsil də Gənclər, tanıyır. Gənclər, bəli. Gənclər də tanıyır, müraciət edirlər bu mahnılara. Amma mütləq lazımdır, işıqlandırırsınız, Yada tanıtdırırsınız. salırsınız. Çox gözəl təşəbbüs. Sağ olun, çox sağ olun.